Salam, hər vaxtınız xeyir uşaqlar. Bugün sizə funksiyaların törəməsi bölməsinin testlərini izah edəcəm. Testlərin izahına keçməmişdən öncə bəzi xassələri xatırlatmaq istəyirdim sizə. Bildiyimiz kimi iki ifadənin cəminin törəməsini tapmaq üçün onların ayrı-ayrı törəmələri cəmini tapmaq lazımdır. Fərq də bunu kimidir. Fərqin törəməsini tapmaq üçün birinci ifadənin törəməsini tapıb ikinci ifadənin törəməsinə çıxmaq lazımdır. Hasilin törəməsi isə fərqlidir. Burada birinci ifadənin törəməsini tapıb ikinciyə vururuq. Üstə gələk ikinci ifadənin birincinin özünü ikincinin törəməsinə vururuq. Nisbətin törəməsində isə fərqlidir. Sürətin törəməsini vururuq məxrəcə, çıxırıq. Məxrəcin törəməsini vururuq sürətə, bölürük məxrəcin kvadratına. Bəzi funksiyaların törəməsinə baxaq. Birinci. Fx bərabərdir hər hansı bir sabit ədəd 4. Sabit ədədin törəməsi 0-a bərabərdir. Fx bərabərdir, tutaq ki, x üstü n. Fx üstü n-in törəməsini tapmaq üçün n hasil şəklində qarşıya keçir, qüvvəti 1 azaldırıq. X-in üstündə n-1. Məsələn, deyirəm ki, gəlin x üstü 8-in törəməsini tapaq. Bunun üçün nə edirik? Birinci yazırıq 8 vuraq, x-in üstündə 8 minus 1. Yəni 8 vuraq, x üstü 7. Hər dəfə bunu yazmağa ehtiyac yoxdur. Birdən belə olsa, məsələn belə. Deyirəm ki, buna a yazaq, bir dənə b. Birdən belə bir funksiya versə, deyir ki, 4x-in üstü 7. Bu necə taparıq? 4 burada hasil kimi qalır. X üstü 7-nin törəməsi 7x üstü 6-dır. 7-ni də 4-ə vuranda olur 28, x-in üstü 6. Bu şəkildə yaza bilərik. İndi hər dəfə bunu vurmağa ehtiyac yoxdur. Məsələn, bir C variantı yazım. Tutaq ki, deyir, fx bərabərdir 8x-in üstü 9. Bunu yazaq, f(x) bərabərdir. 8-i 9-a vurarıq 72, x-in üstü 8. Daha sonra keçək, deməli, üçüncü düstura. Bildiyimiz kimi, törəməni yazmayayım mən. Sonra, sinus x-in törəməsi kosinus x-ə bərabərdir. Fx bərabərdir, kosinus x-in törəməsi mənfi sinus x-dir. Məsələn, bizə belə bir funksiya versə, deyir ki, fx bərabərdir sinus 4x. İndi bizə bu funksiyanın törəməsini tap deyir. Sinus x-in törəməsi kosinus x-dir. Amma sinus 4x olduğuna görə, burada bucaq fərqli olduğuna görə, bu mürəkkəb funksiyaya gedir. Mürəkkəb funksiyanın törəməsini tapanda, yəni sinus 4x-in törəməsini tapanda biz də yazırıq ki, sinusun törəməsi kosinus 4x-dir. Bir də vuraq həmin bu mürəkkəb funksiyanın törəməsi, 4x-in törəməsi. 4x-in törəməsi 4 olur, 4 vuraq kosinus 4x. Bu şəkildə yazırıq. Məsələn, digərinə deyim. Deyirəm ki, fx bərabərdir, tutaq ki, olsun kosinus 2x. Olsun. F(x) bərabərdir. Kosinusun törəməsi mənfi sinus 2x-dir. Burada mürəkkəbdir deyə biz bir də 2x-dən törəmə tapırıq. 2x-in törəməsi olur 2-1, qarşıya mənfi keçir. Sinus 2x. Daha sonra baxaq. Deməli, 4-cü düsturu yazıb, 5-ci. Tangis x-in törəməsi. Məsələn, fx bərabərdir tangis x. Bunun törəməsini necə tapırıq? Tangis x-in törəməsi 1 bölək kosinus kvadrat x-dir. Yaxşı, gəlin bu hardan alınır? Bunun isbatını göstərək. Tangis x-i biz belə yazar bilərik. Sinus x bölək kosinus x. İndi bu funksiya, deməli, törəməsini tapsaq, tangis x-in törəməsini tapsaq, burada baxırıq ki, kəsir şəklindədir. Yəni, bu nisbətin törəməsidir. Biz də nisbətin törəməsini əvvəldə demişdik ki,
Necə tapırdıq? Sürətin törəməsini vururduq məxrəcə, çıxırdıq, məxrəcin törəməsini vururduq sürətə, bölürdük məxrəcin kvadratına. Həmin xassiyədən istifadə edərək tangis x-in törəməsini tapaq. Sinus x-in törəməsini, x-ni belə yazıq. Sinus x-in törəməsini vururuq kosinus x-a, çıxırıq, kosinus x-in törəməsini vururuq sinus x-a. Bölürük kosinus x-in kvadratına, yəni məxrəcin kvadratına. Baxın, sürətin törəməsi vuraq məxrəc, çıxaq məxrəcin törəməsi vuraq sürət, bölək məxrəcin kvadratı. Sinus x-in törəməsi kosinus x-dir. Vuraq kosinus x. Kosinus x-in törəməsi mənfi sinusdur. Ona görə üstə gələk olur. Sinus x vuraq sinus x. Bölək kosinus kvadrat x. Buradan da baxırıq ki, kosinus x-i kosinus x-a vuranda oldu kosinus kvadrat x. Sinus x-i sinus x-a vuranda oldu sinus kvadrat x. Məxrəcdə də qaldı kosinus kvadrat x. Biz də bilirik ki, sinus kvadratı ilə kosinus kvadratın cəmi 1-dir. Biri də bölürük kosinus kvadratı x-a. Deməli, biz baxdıq ki, tangis x-in törəməsinin alındı 1 bölək kosinus kvadrat x. Hər dəfə bunu yazmağa ehtiyac yoxdur. Sadəcə bir dəfə səbəbini bildik. Düsturu əzbər bilsək daha əlverişlidir. Sonra keçək kotangis x-in törəməsinə. Kotangis x-in törəməsini də kosinus x bölək sinus x yazsaq, eyni şəkildə ardıcılıqla davam etsək, həmin buradan alırıq, burada törəmə deyil. F' x bərabərdir. Kotangis x-inki də olur mənfi 1 bölək sinus kvadrat x. Testdə necə düşə bilər? Məsələn, sual ola bilər ki, desin ki, buraya yazaq məsələn. Y bərabərdir. Tangis 5x-in törəməsini tap. Onda biz yaza bilərik ki, tangisin törəməsi dediyi nədir? 1 böl kosinus kvadrat x. İndi bizdə bucaq 5x-dir. Yazırıq 1 bölək kosinus kvadratı, indi bucağımız 5x-dir. 5x. Amma bu tangis x deyil. Tangis 5x olduğuna görə bu mürəkkəb funksiyadır. Mürəkkəb funksiyanın törəməsini tapmaq üçün 5x-dan törəmə tapırıq. 5x-in törəməsi olur 5, vuraq, 1 bölək kosinus kvadratı 5x. O da oldu 5 bölək kosinus kvadratı 5x. Tutaq ki, belə bir olsaydı ki, məsələn, bura məsələ 1 olsun, bu da məsələ 2. Məsələn, olsaydı ki, kotangis olsun 5 vuraq kotangis 3x. Belə bir sual olsa necə olardı? Onda yazardıq y' bərabərdir 5 vuraq. Kotangisin törəməsi biz dedik ki, mənfi 1 bölək sinus kvadrat 3x-dir. Vuraq mürəkkəbdir deyə bir də 3x-in törəməsi. 3x-in törəməsi bilirik ki, 3 olur. 5-i də vururuq 3-ə. O da oldu nə? Mənfi 15. Burada oldu sinus kvadrat 3x. Mənfi 15 bölək sinus kvadratı 3x. Bunu deyəsin əvvəldə deməmişdim mən. Bunu burada deməliydim ki, sinus buradan deyim. Buradan əlavə. Deməli, 4-cü düstur kim deyim? Fx bərabərdir x-a. Buradan f' x bərabərdir 1-ə. Əslində bu da bu xassiyədən alınır. Necə? Çünki bunun qüvvətində 1-dir. Biz bunun atılışını yazsaq, olur nə? Deməli, f' olur 1 vuraq x-in üstündə 1 minus 1. O da olur 1 vuraq x-in üstü 0. Bilirik ki, 0 üstü kəmiyyət 1-ə bərabərdir. Ona görə 1 alınır. Yəni, x-in törəməsi 1 alınır bu qaydaya görə. Burada da 4x hasil şəklindədir. Ona görə biz 4x-in törəməsini 4 götürdük və yaxud da 5x-in törəməsini 5 götürdük. Buradan da alındı deməli, cavab mənfi 15 bölək sinus kvadratı 3x. Daha sonra növbəti düstura baxaq. Neçənci düstur gəldi? 6 olsun 7-ci düstur. 7. Fx bərabərdir y üstü x. Y üstü x-in törəməsi özünə bərabərdir. Məsələn, belə ola bilər. Fx bərabərdir y üstü 5x. F' x bərabərdir. Biz dedik ki, y üstü x-in törəməsi özüdür. Amma burada bir də biz mürəkkəbdə deyə 5x-dan törəmə tapırıq.
5x'in törəməsi də 5 olur. Olur 5 vuraq y üstü 5x. Daha sonra 8-ci deyə bilərik nə? Fx bərabərdir. Bizə lazım olacaq düstur a üstü x. Üstlü funksiyanın törəməsi. F'(x) bərabərdir. A üstü x vuraq ln a. Məsələn, deyirəm ki, fx bərabərdir 6 üstü x. F'(x) nəyə bərabərdir? 6 üstü x vuraq ln 6. Bu şəkildə yaza bilərik. Daha sonra kök 6 funksiyanın törəməsini tapırıq. Deyir ki, kök 6'ın x f'(x) bərabərdir. Kök 6'da x'in törəməsi 1 bölü 2 vur kök 6'da x'dir. Bunu əzbər bilsək daha yaxşıdır. Amma açılışı necədir? Biz yazırıq fx bərabərdir. Kök 6'da x'i yaza bilərik x'in üstü 2'də 1. Onda f'(x) nəyə bərabər olur? 2'də 1 vur x'in üstündə 2'də 1 minus 1. Buradan da alınır 2'də 1 vur x'in üstündə mənfi 2'də 1. O da oldu 2'də 1 vur. Üstündə mənfidir 1 böl x'in üstü 2'də 1. O da oldu 2'də 1 vur 1 böl kök 6'da x. Buradan da alındı 1 böl 2 kökdə x. Yəni hər dəfə bunu yazmağa ehtiyac yoxdur. Kökdə x görəndə yerinə bunu yaza bilərik. Hə, bizə misal şəklində necə düşə bilər? Deyə bilər ki, məsələn, fx bərabərdir. Kök 6'da 5x üstəgəl 6. Bu funksiyanın törəməsini tap. Onda biz buna kök 6x funksiyası kimi baxıb, bunu yaza bilərik. 1 bölək 2 vuraq kök 6'da 5x plus 6. Amma bu kök 6x deyil axı. Bu mürəkkəb funksiyadır. Ona görə 5x plus 6'dan yenidən törəmə tapırıq. O da olur 1 bölək 2 vuraq kök 6'da 5x plus 6. 5x'in törəməsi 5'dir. 5, 6 da sabit ədəddir, törəməsi 0'dır. Buradan da alındı. 5'i sürətə yazsaq 5 bölək 2 kök 6'da 5x plus 6. Bunları özünüz üçün qeyd götürsəz, sonra testləri işləyəndə sizə rahat olar. Daha sonra bir dənə qaydamız qaldı. Bu da oldu. Deməli, məsələn, y bərabərdir və yaxud fx bərabərdir. Hansını sizə yaza bilərik? Ln x. Bunun törəməsi, ln x'in törəməsi 1 bölü x'dir. Məsələn, sizə verirsə belə bir sual. Y bərabərdir ln 2x plus 1. Biz bunu yazarıq. Ln'in törəməsi 1 bölü x'dir. İndi bu funksiya 1x kimi baxsaq, olur 1 bölək 2x plus 1. Lakin mürəkkəbdir deyə 2x plus 1'dən yenidən törəmə tapırıq. O da olur 1 bölək 2x plus 1. 2x'in törəməsi 2'dir. 1'in törəməsi də 0'dır. O da 2 sürətə vurulur. Olur 2 bölək 2x plus 1. Bunları qeyd dəftərinizə yazarsınız. Daha sonra testləri işləyərik. Əlavə yaddan çıxan nəsə olsa, yenə test izah etdikcə deyəcəm, qeyd dəftərinizə yazarsınız. Keçək indi birinci suala. Fx bərabərdir 6 vuraq kotangens 3x. Biz yazırıq f'(x) bərabərdir 6 vuraq. Dediyimiz kimi kotangensin düsturu 1 bölək, deməli sinus kvadratı 3x'dir. Ancaq mənfisindən. Mürəkkəbdə deyib, bir də 3x'dan biz törəmə tapmalıyıq. 3x'in törəməsi 3'dür. Burada 6'ın 3'ə vurduq 18, sürətdə yazıldı. Mənfini kəsin qarşısına keçirdirik. Olur sinus kvadratı 3x. Cavab oldu Y variantı. İkinci sualda yenə oxşar sualdır. Fx bərabərdir. Birbaşa törəməsini tapıram. 2 vuraq. Tangensin törəməsi dedik 1 bölək kosinus kvadratı 6x'dir. Çünki mürəkkəb funksiyadır. Ona görə də biz 6x'dan yeni törəmə tapırıq. 6x'in törəməsi oldu 6. 2'ni də 6'ya vuranda 12. Məxrəcdə də qaldı kosinus kvadratı 6x. Daha sonra baxaq 3-cü suala. 3-cü sualda y bərabərdir 2 vuraq. Daha doğrusu törəməni tapırıq. 2 vuraq. Ln x'in törəməsi 1 bölü x'dir. X kubun törəməsi də oldu 3 x'in kvadratı. O da 2 bölü x üstə gəl 3x'in kvadratı. Doğru cavab oldu B variantı. Dördüncü suala baxaq. Y bərabərdir. Bu bizə düstur verir. 25x kvadrat çıxaq 64. İndi törəməsini tapırıq.
25'i 2'yə vuranda oldu. Deməli x kvadratın 2x-dir dedik. Çıxaq 0. O da oldu 50x. Birbaşa vurub yaza bilərdik. C variantı. Sonra 5-ci yenə bu da cəmin törəməsi, fərqin törəməsi həmin qaydalardan istifadə edirik. X üstü 6 üstə gələk 2x minus 3. X üstü 6'ın törəməsi 6 vuraq x-in üstü 5. 2x-in törəməsi 2. 3'ün törəməsi də 0'dır. Bu da oldu 6x üstü 5 üstə gəl 2. Doğru cavab oldu B variantı. Sonra keçirik 6-cı suala. Y bərabərdir. Və yaxud indi fx verib fx-nə yazaq. F' x bərabərdir. 2'də 1 x kvadratın törəməsi olur. 2'də 1 vur 2x. 2x'in törəməsi oldu 2. 1'in törəməsi də 0'dır. Cavab oldu x plus 2. İndi bizə f' 0 tap. Yəni deyir törəməni tap, sonra yerinə 0 yaz. 0 plus 2 cavab oldu 2. Y variantı. Sonra keçirik 7-ci suala. Y bərabərdir. 2x kvadratı çıxaq. Ln x. O da y' bərabərdir. 2x kvadrat olur 4x. Ln x də 1 bölü x-dir. Bu da oldu D. 8-ci suala baxaq. Deməli, y' bərabərdir. Bu düsturdur. Sinusun törəməsi kosinus x-dir. Kosinusunki də mənfi sinus x-dir. Cavab oldu Y variantı. Sonra 9-cu sualda birinci sadələşmə varsa hökmə sadələşdirək. Biz bilirik ki, kosinus kvadratı x çıxaq sinus kvadratı x bizə kosinus 2x-in düsturunu verir. Amma bura baxıram ki, bu sinus kvadrat çıxaq kosinus kvadratıdır. Deməli, bunun qarşısına mən mənfi atıram. Bu olur mənfi kosinus 2x. İndi törəməni tapıram. Mənfi qaldı. Kosinus 2x-in törəməsi mənfi sinus 2x-dir. Bir də mürəkkəbdir deyə 2x-in törəməsini tapırıq. Oradan da alındı. Mənfilər bir-birini müsbət etdi. 2x-in törəməsi də 2-dir. 2 vuraq sinus 2x. Buradan da cavab oldu D variantı. Sonra 10-cu suala baxaq. Y bərabərdir. Kök 4-cü dərəcədən x kubu. Birinci bu ifadəni kökdən çıxardaq. X-in üstü 4'də 3 olur. Kök 6 ifadənin dərəcəsi kökün dərəcəsinə bölünür. Sonra biz x üstü n düsturunda necə yazmışdıq? N vuraq, yəni 4'də 3 vuraq. X-in üstü n minus 1. Yəni 4'də 3'dən 1 çıxırıq. O da olur 4'də 3 vuraq. X-in üstü mənfi 4'də 1. Mənfi olduğuna görə məxrəcə düşür. 4'də 3 vuraq. 1 bölü x-in üstü 4'də 1. O da 4'də 3 vuraq. Kök 4-cü dərəcədən x yaza bilərik. Çox vaxt bunu irrasionalın azad edib verir. Deyəsən indi irrasionalın azad etməyibdilər. Hə, elə burada cavab budur. B variantı. 11-ci sualda oxşardır. Y bərabərdir. X-in üstü bunda yazırıq 5'də 4. Y bərabərdir. 5'də 4 qarşıya keçir. X-in üstündə 5'də 4'dən 1 çıxıram. O da oldu 5'də 4. X-in üstündə mənfi 5'də 1. Mənfi olduğuna görə məxrəcə düşdü. 5'də 4. X-in üstü 5'də 1. O da sürətdə 4. Məxrəcdə 5 vuraq. Kök 5-ci dərəcədən x. O da oldu Y variantı. 12-ci suala baxaq. Y bərabərdir. Kosinus 1 bölü x. Bunu bir yerə qeyd edərsiniz. 1 bölü x-in törəməsi mənfi 1 bölü x kvadratıdır. Yəni bunu əzbər bilsək daha yaxşıdır. Amma bunun açılışı da var da. Məsələn biz bunu 2 şərtlə yaza bilərik. Bir nisbətin törəməsi kimi və yaxud da belə yazarıq və ya. X-də 1 yazarıq. X-in üstü mənfi 1. Bu mənfi 1 qarşıya keçər. Onlar x-in üstü mənfi 1 minus 1. O da olar mənfi 1. X-in üstündə mənfi 2. O da olar mənfi 1 vuraq. X kvadratında 1. Yəni mənfi 1 bölü x kvadrat. Yəni hər dəfə bunu yazmağa ehtiyac yoxdur. Bizə çox lazım olur bu düstur. Ona görə 1 bölü x-in yerinə mənfi 1 bölü x kvadratı yazsaz qeyd dəftərinizə daha yaxşı olar. İndi keçək tapşırıcına. Bu da y-in törəməsi bərabərdir. Kosinusun törəməsi biz bilirik ki, mənfi sinusdur. Bu mürəkkəb funksiyadır deyə. Biz bunu yazırıq mənfi sinus 1 bölü x. Vuraq bir də 1 bölü x-in törəməsi. O da 1 bölü x-in törəməsi də dedik mənfi 1 bölü x kvadratıdır.
Yəni yazırıq mənfi sinus 1 bölü x vuraq. Mənfi 1 bölü x kvadratı. Mənfilər də bir-birini müsbət edir. Olur 1 bölü x kvadratı vuraq. Sinus 1 bölü x. Belə cavab var görək. Bəli var B variantı. 13-cü sualda yenə oxşardı. Y bərabərdir. Birbaşa yazaq. 1 bölü x-in törəməsini vururuq. Sinus x-in törəməsi də kosinus 1 bölü x-dir. 1 bölü x-in törəməsi də oldu nə? Mənfi 1 bölü x kvadratı vuraq. Kosinus 1 bölü x. O da oldu D variantı. 14-cü suala baxaq. Y bərabərdir ln 2x plus 1. Biz bilirik ki ln'in törəməsi 1 bölü x'dir. Bu ifadəyə ümumi x kimi baxsaq olur 1 bölü 2x plus 1. Mürəkkəbdir deyə bir də 2x plus 1'in törəməsini tapırıq. O da 1 bölü 2x plus 1. 2x'in törəməsi 2 plus 0. Buradan da cavab alınır. 2 bölək 2x plus 1. Y variantı. 15-ci sualda yenə oxşardı. Y bərabərdir. Yenə biz bu funksiyaya bir dənə x kimi baxırıq. Olur 1 bölək 2x minus 1. Bir də 2x minus 1'in törəməsinə vururam. 1 bölək 2x minus 1. 2x'in törəməsi 2 minus 0. Oradan da alındı 2 bölək 2 minus 1. 2x minus 1. B variantı. 16-cı suala baxaq. Fx bərabərdir. 3'də 1. 3x plus 1'in kubu. F' mənfisi soruşur bizdən. Baxın biz necə deyirik bunu? Kubun açıcı açıb sadələşib yaza bilərikmi? Bəli yaza bilərik. Amma bu çox uzun vaxt aparan bir həll olacaq. Biz gəlin bax mötərizənin içinə ümumi bir ifadə kimi baxaq. Tutaq ki 1x kimi baxaq. Onda f' bərabərdir. 3'də 1 vuraq. Tutaq ki bu x kubu olsa x kubun törəməsi nədir? 3x kvadratı. İndi biz də yazırıq 3 vuraq 3x plus 1'in kvadratı. Elə bir bu mötərizəyə bir x kimi baxdıq. X kubun törəməsi 3x kvadratı olur. Yəni qüvvət keçdi qarşıya. Mötərizə qaldı. 3'dən 1'ini çıxdıq qaldı 2. Vuraq. Bir də mürəkkəbdə axı bu x kubu deyil. 3x plus 1'in kubudur. Ona görə bir də 3x plus 1'dən törəmə tapırıq. İndi burada 3'lər getdi. Burada qaldı 3x plus 1'in kvadratı. 3x'in törəməsi 3 plus 0. İndi bizə deyir ki, buradan alındı 3 vuraq 3x plus 1'in kvadratı. Bizə deyir törəməni tap, yerinə mənfi 3 yaz. Törəməni tapmışıq, qalıb yerinə mənfi 3 yazmağımız. Bunu da yazdıq. O da oldu 3 vur mənfi 9 plus 1'in kvadratı. 3 vur mənfi 8'in kvadratı. 3 vur 64. O da 192. Y variantı. Sonra baxaq 17-ci suala. Yenə oxşar sualdır. Fx bərabərdir. Buna biz bir x kimi baxsaq. Olur 3'də 1 vur 3x'in kvadratı. Yəni 3 vur mötərizənin daxilindəki ifadənin kvadratı. Buna x kimi baxmışıq. Bir də vuraq mötərizənin içərisinin özünün əlavə törəməsi. Buradan da 3'lər getdi. Qaldı nə? X kvadratı plus 5x'in kvadratı. Vuraq x kvadratın törəməsi 2x. 5x'in törəməsi 5. İndi bizə deyir f' mənfi 1. Törəməni tap yerinə mənfi 1 yaz. Mənfi 1'in kvadratı 1. Çıxaq 5'in kvadratı. Mənfi 2 plus 5. O da oldu mənfi 4'ün kvadratı vuraq 3. 16'nı vurduq 3'ə. O da oldu 48 D variantı. 18'ə baxaq. Deməli fx bərabərdir. 4 kök altında x minus 3x plus 5. Bizə deyir f' x bərabərdir 1. Yəni törəməni tap, sonra misal 1'ə bərabər edib. Gəlin indi birinci törəməni tapaq. 4 vuraq. Kökdə x'in törəməsi 1 bölü 2 kökdə x dedik. 3x'in törəməsi 3 plus 0. 4 ilə də 2x'lər getdi qaldı. 2 bölü kökdə x minus 3x. İndi bu ifadəni 1'ə bərabər edirik. 2 bölü kökdə x çıxaq 3x bərabərdir 1. Burada 3x'in törəməsi
3 yazmalıyıq. Bura niyə 3x yazmışıq? Aha. Bu 3'tür. Bu da oldu 2 böl kökdə x bərabərdir 1 üstə gəl 3. 2 böl kökdə x bərabərdir 4. 4 kökdə x bərabərdir 2. Kökdə x bərabərdir 2-də 1. X də bərabərdir 4-də 1. Yəni 0 tam %25 C variantı. 19. Yine fx bərabərdir 6x minus 3 kökdə x minus 8. İndi f' x bərabərdir 3 tənliyini həll edin. Birinci törəməni tapırıq. 6x'in törəməsi 6'dır. 3 vuraq kökdə x'in törəməsi 1 böl 2 kökdə x'dir. 8'in törəməsi 0. Bu da oldu 6 çıxaq 3 bölək 2 kökdə x. İndi bu ifadəni 3'ə bərabər edirik. 6 çıxaq 3 bölək 2 kökdə x bərabərdir 3. 3 bölək 2 kökdə x bərabərdir 3. Bu da oldu 6 kökdə x bərabərdir 3. Kökdə x bərabərdir 2'də 1. X bərabərdir 4'də 1. Yəni 0 tam %25 A variantı. 20. sualda deyir ki, hansı bərabərlik doğru deyil? Biz bilirik ki, sinusun törəməsi kosinus x'dir. Sonra kotangesin törəməsi mənfi 1 böl sinus kvadrat x'dir. Bu doğru deyil. Tangesin x'in törəməsi 1 böl kosinus kvadratıdır. Deməli bu doğrudur. Bu da doğrudur. 3 x'in törəməsi 3 x vuraq elən 3. Bu da doğrudur. Qaldı burada D variantı. Bu da doğrudur. Gəlin bunun niyə doğru olduğunu göstərək. Burada olur loqaritma 3 əsasdan x'in törəməsi bərabərdir. Baxırıq ki, misalda elm var. Biz bunu bir əsasdan başqa əsasa keçmə düsturundan istifadə edə bilərik. Məsələn, loqaritma 3 əsası bunu natural loqaritmə keçə bilərəm. Yaza bilərik ki, ln x bölək ln 3. Bu loqaritma xassəsidir. Bir əsasdan başqa əsasa keçmə düsturu. Baxın, bunu belə yazmışdıq da. Loqaritma A əsasdan B-ni tutaq ki, C əsasına keçirik. Olur loqaritma C əsasdan B, loqaritma C əsasdan A. Həmin xassədən istifadə edərək natural loqaritmə keçdim. Mən bunu silək. İndi baxırıq. Bu ln 3 ədəddir. Məxrəcdə hasil şəklində qalsın. Bunu 1 böl ln 3 yazaq. Vuraq ln x. Aha. Biz bilirik ki, ln x'in törəməsi 1 böl x'dir. Vuraq 1 böl ln 3. O da oldu 1 böl x vuraq ln 3. Əgər bundan ortasına toplama işarəsi olsaydı, onda ln 3 0 olardı. Hasildir deyə ln 3 əmsal kimi gedir. Ona görə də ln x'in törəməsi də 1 böl x oldu. Baxdıq ki, bu ifadə də doğrudur. Bu da doğrudur. Baxaq 21. suala. Yine tangensin törəməsi 1 böl kosinus kvadratı olmalıdır. Bu mənfi kosinus kvadratı verir. Buna görə bu doğru deyil. Bu deməli B variantı doğrudur. D də doğrudur. Çünki ln 2'ye keçir. Kosinus mənfi sinus da doğrudur. Bu da üslü funksiyadır. Doğrudur. Baxaq 22. suala. f'(x) bərabərdir 1 başa yazacağım. 4x'in kubun törəməsi oldu 12x kvadratı. Kosinusun törəməsi mənfi sinus x. 5'in törəməsi də 0. Buradan cavab alındı 12x kvadratı çıxaq sinus x. Yəni Y variantı. Daha sonra keçirik 23. suala. Buradan da f'(x) bərabərdir 3x üstü 4'ün 2 olur 12x kubu. Sinusun törəməsi olur kosinus x. O da oldu C variantı. 24. suala baxaq. Deməli deyir ki, y bərabərdir mənfi 7x plus 4. Funksiyasının törəməsinin qrafiki hansı ola bilər? Birinci törəməni tapırıq. Mənfi 7x'in törəməsi olur mənfi 7 plus 0. O da oldu mənfi 7. Buradan y'in mənfi 7'si. Y'in mənfi 7'si x'e paralel olur da mənfi 7. Y mənfi 7 C variantı oxşardı. Sonra 25. sualda yine bənzər sualdır. Burada yine törəməni tapırıq. 3x'in törəməsi 3. 7'in törəməsi 0. Oldu 3. Yine y'in müsbət 3'ü D variantı. X oxundan yuxarıda yerləşməlidir. 26. suala baxaq. fx bərabərdir. B vuraq kök altında x minus 2 və f'
3 bərabərdir 2 olarsa beni tapın. Aha. Biz birinci nə edirik? Bunun törəməsini tapaq. F'(x) bərabərdir. B vuraq. Kökdə x-in törəməsi, buna x kimi baxsaq, kökdə x-in törəməsi 1/2 kökdə x-dir. Amma mürəkkəbdir deyə x minus 2-dən törəmə tapırıq. O da olur b bölək 2 kökdə x minus 2. X-in törəməsi 1'dir. 2'nin də törəməsi 0'dır. 1'dən 0 çıxanda onsuz da 1 qalır. Yəni ifadənin elə özü alınır. İndi deyir ki, x-in yerinə 3 qoy, 2'yə bərabər elə. Yəni b bölək 2 vuraq 3 çıx 2 bərabərdir 2'yə. O da b bölək 2 vur 1 bərabərdir 2. B də bərabərdir 4'ə. Yəni Y variantı. Daha sonra baxaq 27'yə. 27 də oxşar sualdır. F'(x) bərabərdir. B vuraq. Yenə orada kökə bir kökdə x kimi baxsaq olur. 1 bölək 2 kök altında x plus 2. Mürəkkəbdir deyə x plus 2'nin törəməsinə vururuq. Buradan cavab 1 plus 0 onsuz da 1 olur. O da b bölək 2 kök altında x plus 2 qalır. İndi bizə deyir ki, f'(-1 bərabərdir 1. Yəni x-ə -1 qoy 1'ə bərabər ol. O da b bölək 2 vuraq kök altında. -1 üstə gəl 2 bərabərdir 1'ə. Bu da b 2 vuraq kökdə 1 bərabərdir 1'ə. B də bərabərdir 2'yə. Yəni A variantı. 28. 28'ə yenə biz y bərabərdir 2 çıxaq 6x. Buna bir x kimi baxsaq, y' bərabərdir 1 bölək x kökdə x-in törəməsi nədir? 2 vuraq kök altında 2 çıxaq 6x. Düzdür? Vuraq bir də 2 çıxaq 6x'in törəməsi. Buradan da y' bərabərdir 1 bölək 2 kök altında 2 çıxaq 6x. 2'nin törəməsi 0'dır. 6x'in törəməsi -6'dır. O da oldu -6 bölək 2 kök altında 2 çıxaq 6x. O da oldu -3 bölək kök altında 2 çıxaq 6x. Cevap oldu Y variantı. 29 da yine oxşar sualdır. Y bərabərdir 1 çıxaq 4x. Buna 1x kimi baxsaq, y' bərabərdir 1 bölək 2 kök altında 1 minus 4x. Bir de 1 minus 4x'in törəməsi. 1 bölək 2 kök altında 1 minus 4x qalır. 1'in törəməsi 0, 4x'in törəməsi -4. O da -4 bölək 2 kök altında 1 minus 4x. O da oldu -2 bölək kök altında 1 minus 4x. Baxaq, -2 bölək kök altında 1 minus 4x da oldu nə variantı? Y. 30'a baxaq. 30-cu sualda uşaqlar müxtəsərə görə açıb yaza da bilərik. Amma bu ifadəyə bir x kimi də baxa bilərik. Bax, bu ifadəyə bir x kimi baxsaq, x kvadratın törəməsi 2x'dir. Yazırıq 2 vuraq, x kvadrat üstə gəl 3'ün üstü 1. Bir də x kvadrat üstə gəl 3'ün, bu 1'dir ha, törəməsi. O da oldu 2 vuraq x kvadratı plus 3. X kvadratın törəməsi 2x'dir. 3'ün törəməsi 0'dır. 2x də 2'yə vuranda oldu 4x vuraq x kvadratı plus 3. Cavab oldu C variantı. Və ya müxtəsərə görə atsan necə olardı? Birincinin törəməsi, birincinin kvadratı. Birinci, ikinci, kimisli. Üstə gələ ikincinin kvadratı. Buradan da f'(x) bərabərdir. X üstü 4'ün törəməsi olurdu 4x kubu. Üstə gəl 12x. Buradan da 4x ortaq vuruq çıxarsaq x kubu üstə gəl 3. Eyni cavab aldıq. Bəlkə digər sayı müəlliməli müxtəsərə görə açıb yazmaq daha rahatdır. Amma burada məsələn kvadrat olmur. Bir də gördün 7 oldu. Onda nə edirik? Əlverişli üsul birinci üsuldur. Daha sonra 31-ci suala baxaq. F(x) bərabərdir x kubu üstə gəl 5'in kvadratı. F'(x) nəyə bərabərdir? Bu necə yazırıq? Yenə buna bir x kimi baxaq. Olur 2 vuraq x kubu üstə gəl 5 üstü 1. Mürəkkəbdir, bir də mötərizənin üçün törəməsinə vururuq. 3x kvadratı plus 0.
O da 3x kvadratın 2'ye vuranda 6x kvadratı. X kubu üstə gəl 5 qalır. Daha sonra geçirik 32. suala. F'(x) bərabərdir. Sinus 2x çıxaq. 5 vuraq. Kosinus 3x. Minus 2x. Funksiyanın törəməsini tapın. Baxın. Biz dərs izahında dedik ki, videonun əvvəlində sinus 2x'in törəməsi kosinus 2x'dir. Mürəkkəbdir deyib də 2x'dan törəmə tapdıq. 5 vuraq. Kosinus 3x'in törəməsi mənfi sinus 3x'dir. Mürəkkəbdir deyə bir də 3x'dan törəmə tapdıq. 2x'in törəməsi də oldu 2. Yəni o da oldu. 2x'in törəməsi oldu 2 kosinus 2x. 3x'in törəməsi 3'dür. Onu da 5'e vuranda olur mənfi 15. Mənfi də mənfini müsbət ödür. Olur 15 sinus 3x minus 2. Yəni əlinizi öyrəşəndən sonra bir də hər dəfə bunu açıq yazmağa ehtiyac yoxdur. Birbaşa yazsanız daha rahat olar. Deməli buradan cavab oldu. Səhv etmirəmsə Y variantı. Sonra 33'ə baxaq. F'(x) bərabərdir. Yenə eyni qaydadır. Sinus 2x'in törəməsi dedik 2 sinus 2x olur. 2 vur sinus, daha doğrusu 2 vur kosinus 2x olur. Səbəbi də dedik. Çıxaq 5 vuraq. Kosinus 3x'in törəməsi mənfi 3 vur sinus 3x olur. 2x'in törəməsi də 2. Yox deyəm mən qarışdırdım. Dəqiqə 33'ü yenidən yazım. F'(x) bərabərdir. Deməli 2x'in törəməsi oldu 2. Kosinus 2x'in törəməsi oldu mənfi 2 vuraq sinus 2x. Sinus 4x'in törəməsi oldu 4 vuraq kosinus 4x. O da oldu 2 çıxaq 2 sinus 2x. Üstə gəl 4 vur kosinus 4x. O da A variantı. 34'e baxaq. Deməli y bərabərdir x kvadratı vuraq sinus x. Bu hasilin törəməsi gedir. Çünki 2 dəyişən var misalda. Hasilin törəməsinə biz necə dedik? Dedik ki birincinin törəməsi vuraq ikinci. Üstə gələ ikincinin törəməsi vuraq birinci. İndi yazırıq. X kvadratının törəməsi vuraq sinus x. Üstə gələk. Sinus x'in törəməsi vuraq x kvadratı. X kvadratın törəməsi olur 2x vuraq sinus x. Bu da x kvadratı vuraq sinus x'in törəməsi olur kosinus x. Cavabı belə də verə bilər. X ortaq vuruq çıxardıb 2 vur sinus x üstə gələk x vur kosinus x kimdə yazmaq olar. Cavab oldu C. 35 də yenə oxşar sualdır. Hasilin törəməsi kim yazarıq? Bu da olur x kubunun törəməsi vuraq kosinus x. Üstə gələk kosinus x'in törəməsi vuraq x kubu. X kubun törəməsi oldu 3x kvadratı vuraq kosinus x. Üstə gələk kosinusun törəməsi mənfi sinusdur. Bura çıxaq olur. X kubu vuraq sinus x. X kvadratını ortaq vuruq çıxarsam qalır 3 kosinus x. Çıxaq x sinus x. O da oldu C variantı. Sonra 36. Fx bərabərdir. 4 üstü x vuraq. 5 bölək ln 4. Çıxaq 2x kubu. Çıxaq 5. F'(1'i tapın. F'(x) bərabərdir. Biz 4 üstü x'i nə yaza bilərik? 4 üstü x vuraq ln 4. Düzdür? O da 5 bölək ln 4 əmsaldı qaldı. 2x kubun törəməsi 6x kvadratı. Çıxaq 0. Bunlar da getdi. Bizə deyib törəmə 1'i tap. Deməli yerinə 1 yazırıq. 4'ün üstü 1 vur 5. 6 vur 1'in kvadratı. 20 çıxaq 6 oldu 14. B variantı. 37. Yenə f'(x) bərabərdir. 3 üstü x vuraq ln 3 yazırıq. Vuraq 2 bölək ln 3. Çıxaq 6x kvadratı. Çıxaq 0. İndi f'(2'ni soruşur bizdən. Yerinə 2 yazırıq. 3'ün kvadratı vuraq 2. 6 vuraq 2'nin kvadratı. 9 vur 2. 6 vur 4. O da oldu 18 çıx 24. Mənfi 6 C.
38'də yenə 2 dəyişən var. Ona görə bu x sinus x'i x vuraq sinus x yazırıq. Hasilin törəməsi kimi tapsaq, birincinin törəməsi vuraq ikinci, üstə gələk, ikincinin törəməsi vuraq birinci yaza bilərik. Buradan dalında x'in törəməsi 1, biri sinusa vuranda oldu sinus x, üstə gəl x vuraq, sinusun törəməsi oldu kosinus x. Bizə deyir ki, x'in yerinə pi bölmə 2 qoyacağız. O da olur sinus pi bölü 2, üstə gələk, pi bölü 2 vuraq kosinus pi bölü 2. Sinus pi bölü 2 90'da 1 alır. Pi bölü 2 vuraq kosinus 90'da 0 alır. Cevap oldu 1A. Sonra 39. Yine hasilin törəməsi kimi yazırıq. Birincinin törəməsi vuraq ikinci. Üstə gələk. İkincinin törəməsi vuraq birinci. O da oldu kosinus x. Çıxaq x vuraq sinus x. Çünkü x'in törəməsi 1'dir. Kosinus x'in törəməsi mənfi sinus x'dir. O da oldu kosinus pi bölü 2. Çıxaq pi bölü 2 vuraq sinus pi bölü 2. Kosinus pi bölü 2 de 0 alır. Bu da pi bölü 2 vur 1. Cevap oldu mənfi pi bölü 2. C variantı. 40. suala baxaq. 40. sualda y bərabərdir. Sinus x kvadrat verib. Buradan sinusun törəməsi biz bilirik ki kosinus x kvadratıdır. Biz buraya yazırıq kosinus x kvadratı. Mürəkkəbdir deyə bir də x kvadratdan törəmə tapırıq. O da olur 2x kosinus x kvadratı. D variantı. 41. sualda yine oxşar sualdır. Kosinus x kvadratı. Biz bilirik ki kosinusun törəməsi mənfi sinusdur. Bucaq x kvadrat olduğu kimi qalır. Bir də x kvadratına törəmə tapırıq. O da olur mənfi 2x. Çünki x kvadratın törəməsi 2x'dir. Mənfi də qaldı. Sinus x kvadratı. O da oldu D variantı. Sonra 42. sual. Yine cəmin törəməsidir. Burada bunu müxtəsərə görə açıb sadələşdirə də bilərik. Və ya bayaqki dediyimiz tapşırıqlar kimi ümumi mötərizə x kimi də baxıb yaza bilərik. Kimə hansı üsul rahat olsa ondan yazar. F'(x) bərabərdir. Baxın, x kubun törəməsi 3x kvadratıdır. 6x kvadratın törəməsi 12x'dir. Bu da 3 vuraq. Bu mötərizəyə biz x kimi baxsaq, o da olur nə? 3 vuraq 2 x plus 1'in törəməsi. Daha doğrusu x plus 1'in üstü 1. Niye? Çünkü x kvadrat kimi baxsaq bu 2x olur da qüvvətində 1 qalır. Bir də x plus 1'in törəməsinə vururuq. Bu 1'dir, bu törəmədir. Plus 110'un törəməsi də 0. Bu da oldu 3x kvadrat üstə gəl 12x plus 6 vuraq x plus 1. Çünki mötərizənin üçün törəməsi sonsuz da 1 verir. İndi bizə 42'də deyir f mənfi 1'i tap. Olur 3 vur, yerine mənfi 1 yazanda 3 üstə gəl 12 vur mənfi 1. Üstə gəl 6 vur mənfi 1 plus 1. Bu da 3 çıx 12 plus 0 oldu. O da mənfi 9 y. Sonra baxaq 43. suala. Burada da fx bərabərdir. 4'də 1 x kub. Onu yaza bilərik. 4'də 1 x kubunu yazarıq 3x kvadratı. Üstə gələk. X kvadratını yazarıq 2x. Üstə gəl 8 vuraq x plus 2'nin kvadratı. Buna 1x kimi baxsaq. X'in kvadratı olur 2 vur x plus 2'nin üstündə 1. Vuraq bir də x plus 2'nin törəməsi, o da 1 oldu. Plus 28'in törəməsi 0. Aha. İndi bizə deyir f' mənfi 2'ni tap. Yenə mənfi 2 qoyuruq. Bu 4'də 3 vur. Mənfi 2'nin kvadratı olur 4. Üstə gəl 2 vur mənfi 2. 16 vur mənfi 2 üstə gəl 2. Bunlar da getdi qaldı 3. Çıxaq 4. Üstə gəl 0. Mənfi 1 A. 44. 44'te deyir ki fx bərabərdir mənfi x kubu olarsa f' x çıxaq fx bərabərdir 0 tənliyinin kökləri cəmini tapın. Yəni bu funksiyanın özü var. Bir dəfə də törəməsini tapıram.
olur mənfi 3x kvadrat. Yerine yazsaq olur mənfi 3x kvadratı çıxaq. Mənfi x-in kubu bərabərdir 0. Mənfi 3x kvadratı plus x kubu bərabərdir 0. X kubu çıxaq 3x kvadratı bərabərdir 0. X kvadratını ortaq vuruq çıxarsaq bərabərdir 0. Buradan da x kvadratı bərabər 0. X bərabər 0-a. X minus 3 bərabər 0. X bərabərdir 3-ə. Bizə nəyi soruşur? Kökləri cəmini 0 plus 3. Cavab oldu 3. B variantı. 45. Yine eyni qaydadır. Özü mənfi x kubu. Üstə gələk törəməsi. Mənfi x kubun törəməsi mənfi 3x kvadrat olur. Bərabərdir 0. Mənfiyə bölsəm olur x kubu üstə gəl 3x kvadratı bərabər 0. X kvadratını ortaq vuruq çıxartdıq. X plus 3 bərabərdir 0. X kvadratı bərabər 0-a, x bərabər 0-a. X plus 3 bərabər 0, x bərabərdir mənfi 3-ə. Kökləri cəmi 0 üstə gəl mənfi 3. Cavab oldu mənfi 3. B variantı. Sonra 46-cı suala baxaq. 46-cı sualda yenə 2 dəyişən var. Burada biz bunun hasilin törəməsi kimi baxırıq. Baxın 2 dənə x var. Aha, necə tapırıq? Birincinin törəməsi x kvadratın törəməsi 2x-dir. İkincinin özü. Üstə gələk. Birinci qalır ikincinin törəməsi. Onsuz da ki ikinci də y üstü x-dir. Y üstü x-in törəməsi də özünə bərabərdir. Buradan da x vuraq, y üstü x ortaq vuruq çıxarsaq, qalır 2 üstə gəl x. Elə çıxartmayıb, yalnız y üstü x ortaq vuruq çıxardıb. Gəl onu da elə yazaq. Deməli, yalnız y üstü x ortaq vuruq çıxardanda 2x plus x kvadratı qalır. Onun da y variantı. Sonra 47 də yenə oxşar sualdır. Y işləyir bərabərdir. Birincinin törəməsi vuraq ikinci. Üstə gələk, birincinin özü vuraq, ikincinin törəməsi. O da birincinin törəməsi oldu 1. Biri də y üstü x-ə vuranda y üstü x. Bu da x vuraq, y üstü x. Buradan da y üstü x ortaq vuruq çıxartdıq. Bir üstə gəl x qaldı. O da oldu B. 48. Fx bərabərdir. Yx kubu çıxaq 1. F' 1'i tap deyir. Biz dedik ki y üstü x'in törəməsi özünə bərabərdir. Bunun özünü yazırıq. Amma bu mürəkkəbdir deyə x kubu çıxaq 1'dən bir də törəmə tapıram. X kubun törəməsi oldu 3x kvadratı. 1'in törəməsi oldu 0. Vuraq y'nin üstündə x kubu minus 1. İndi bizdən f1'i soruşur. Yerine 1 yazanda olur 3 vur 1'in kvadratı. Y'nin üstündə 1'in kubu çıxaq 1. Yəni 3 vur y üstü 0. 0 üstü kəmiyyətdə 1'ə bərabərdir. Cavab oldu 3. 48'də cavab oldu A variantı. 49. Fx bərabərdir. Yenə y'nin üstündə x kvadratı minus 1. Bu ifadə törəməsində özü qalır. Y'nin üstündə x kvadrat plus 1 qalır. Minus 1. Vuraq 1x kvadratı minus 1'in törəməsi. Buradan da alınır. X kvadratın törəməsi 2x minus 0. Y'nin özü qaldı. Bizdən də nə soruşur 49'da? F1'i. Yerine 1 yazırıq. 2 vur 1 çıxaq 0. 0 nə yazım bilmirəm. Oldu 1 çıx 1. O da 2 vur y üstü 0. 2 vur 1. Cevap oldu 2. 49'da D. 50'ye baxaq. 50'də də deyir ki f'(x)'in törəməsi kiçikdir j'(x)'in törəməsindən. Gəlin birinci f'(x)'in törəməsini tapaq. Funksiyanın özünü yazaq. Olur fx bərabərdir 5x plus 3. F'(x) bərabərdir 5x'in törəməsi 5, 3'ün törəməsi 0, cavab oldu 5. Bu birinci. İkinci, jx bərabərdir. Bunun hasilin törəməsi kimi yazmaq uzun gedəcək. Gəl mötərizənin daxilinə vuraq açaq. Bu 2x'i sadələşdirək. 2x x'ə vuranda oldu 2x'in kvadratı. 2x 2'də 1'ə vuranda oldu x. İndi j'nin törəməsi x bərabərdir. 2x'in törəməsi 4x plus 1. İndi yerinə yazsaq nə olur? 5 kiçikdir 4x plus 1. O da 5'dən 1'ini çıxdıq 4x. 4 kiçikdir 4x.
4'e de böldük. 1 kiçikdir x. Yani x böyükdür 1'dən. 1'dən böyük, yani 1'dən müsbət sonsuzluğa B variantı. Sonra 51-ci sual. Fx bərabərdir. Yenə mötərizənin daxilinə vurub açırıq. Olur x minus 3x'in kvadratı. Buradan da gx bərabərdir. 4x minus 5 qaldı. F'in törəməsi nədir? 1 minus 6x. J'nin törəməsi 4 minus 0. F'in törəməsi J'nin törəməsindən böyükdür. 1 minus 6x böyükdür 4'dən. Mənfi 6x böyükdür 4 minus 1. Mənfi 6x böyükdür 3. Mənfi 6'ya bölürük, işarə dəyişir. X kiçikdir mənfi 3 bölü 6. X kiçikdir mənfi 2'də 1. Ədəd oxu çəkirik. Mənfi 2'də 1'dən kiçik. Yəni mənfi sonsuzluqdan mənfi 2'də 1'ə C variantı. Sonra baxaq 52'yə. Fx bərabərdir ln kosinus 3x. İndi biz dedik ki ln x'in törəməsi 1 bölü x'dir. İndi mən buna ln x kimi baxsam, bu ifadəyə x kimi baxsam, olur 1 böl kosinus 3x. Bir də kosinus 3x'in törəməsinə vururam. Niyə? Çünki mürəkkəbdir də x deyil, düsturdan fərqlidir. O da 1 böl kosinus 3x. Kosinus 3x'in törəməsi də mənfi sinus 3x'dir. Və bunun özü də mürəkkəbdir. Ona görə 3x'dən bir də törəmə tapırıq. O da mənfi sinus sürətə vurulanda olur. Sinus 3x bölək kosinus 3x. Qarşıda mənfi vuraq 3. Sinusu kosinusa böləndə tangis olur. Mənfi 3 vuraq tangis 3x. O da mənfi 3 vuraq tangis x'a qiymət pi böl 9 verib. 3 vur pi böl 9. Bundan da bir sayı getdi 3. Mənfi 3 vur tangis pi böl 3. Tangis pi böl 3 60 dərəcədə kökdə 3 alır. Cavab oldu mənfi 3 kökdə 3 D variantı. Sonra 53-cü sual. Yine fx bərabərdir ln sinus 2x. F'(x) bərabərdir. Yine buna bir x kimi baxsaq olur. 1 böl sinus 2x. Vuraq sinus 2x'in törəməsi. Sinus 2x'in törəməsi 2 vur kosinus 2x'dir. Bayaqdan demişik. Bu da sinus 2x. Bu da oldu 2 vur kotangens 2x. X'a qiymət pi böl 12 verib. 2 vur kotangens 2 vur pi böl 12. O da 2 vur kotangens pi böl 6. O da oldu 2 vur kotangens pi böl 6 da alındı kökdə 3. O da 2 kökdə 3 B variantı. 54-cü sualda nədir? Deyir fx bərabərdir. X kubu üstə gəl 4x kvadrat çıxaq 11x üstə gəl 4 funksiyası üçün f'(x) kiçikdir 0'dan. Yəni törəməni tap 0'dan kiçik götür. X kubunun törəməsi dedik 3x kvadratıdır. 4x kvadratın törəməsi 8x. 11x'in törəməsi 11. 4'ün törəməsi 0. Bu ifadə kiçikdir 0'dan. İndi buradan alındı nə? 3x kvadratı plus 8x minus 11 kiçikdir 0'dan. Bərabərsizliyini ödəyən tam əllərin cəmini tapın. Birinci bunun diskriminantını tapaq. Yarıya bölmə üsulundan istifadə edə bilərsiniz. Adi tapa bilərsiniz. Yarıya bölmə üsulu necədir? B böl 2'nin kvadratı çıxaq AC. Yəni B cüt ədəddir. Yarısını götürürüksə 4'ə vurmuruq. Bu da olur nə? 16 minus 3 vur mənfi 11. O da olur 16 üstə gəl 33 49. X1 bərabərdir. Yarıya bölmə üsulunda B böl 2 plus kök altına diskriminant böl 2A deyildi. Yarıya bölmədə A yoxdur. O da oldu mənfi 4 üstə gəl 7 böl 3. O da oldu 3'də 3 1. İkinci kök bunun mənfisi olur. Mənfi 4 çıx 7 böl 3. O da mənfi 3'də 11. Yəni mənfi 3 tam 3'də 2. İşarəmiz kiçikdir. Ədəd oxu çəkirik. Mənfi 3 tam 3'də 2 ilə 1.
Plus, minus, plus. İşarəmiz kiçikdir. Bu aralıqdakı ədədlərdən cəmini soruşur. Mənfi 3-dən 1-ə kim ola bilər? Mənfi 3 olsun. Mənfi 2, mənfi 1, 0. Bərabərlik yoxdur deyə bunların özünü götürmürük. Bunların da cəmi oldu. Mənfi 6, B variantı. Daha sonra baxırıq 55-ci suala. Burada deyir törəməni tap, böyük bərabər 0 götür. Aha, mənfi 2x kubu, çıxaq 6x kvadratı, üstə gəl 18x plus 2. Bunun törəməsini tapıram. Mənfi 2x'in törəməsi oldu mənfi 6x kvadratı, minus 12x plus 18. Böyük bərabərdir 0. Mənfi 6'ya bölək, işarənin əksinə dəyişək, kiçik bərabər 0. Bunda kökləri cəmi mənfi 2, kökləri hasili mənfi 3'dür. Cevap mənfi 3 və 1 oldu. Mənfi 3, bir də 1. Niye qaralanmış götürdüm? Çünki altında bərabərliyi var. Plus, minus, plus. Bu aralığı ödəyən ədədlər mənfi 3, mənfi 2, mənfi 1, 0, 1'dir. Bizdən bunun cəmini soruşur. Bunları toplayanda mənfi 1 ilə müsbət 1 getdi. Cevap qaldı mənfi 5, A variantı. 56'ya baxaq. 56'da deməli fx bərabərdir. X kvadratı minus x bölü x kubu. Funksiyası üçün f iştirik mənfi 1'i tapın deyir. Biz bunun nisbətini törəməz kimi yazırıq. İstəsəniz biraz sadələşdirib sonra da yazmaq olar. Sürətdən x ortaq vuruq çıxartdıq. Qaldı x minus 1. Məxrəcdə x kubu. Bundan bir xısar getdi. Sürətdə qaldı x minus 1. Məxrəcdə x kvadrat. Gəlin indi biz bunun nisbətini törəməsi kimi tapaq. Sürətin törəməsi vuraq məxrəc, çıxaq. Məxrəcin törəməsi vuraq sürət, bölək məxrəcin kvadratı. Bu da x-in törəməsi 1'dir. Bu da 0'dır. Qaldı 1 çıxaq 0, 1. X kvadratı. X kvadratın törəməsi 2x. X minus 1. Məxrəci də x üstü 4. Bu da oldu x kvadratı çıxaq 2x kvadratı plus 2x. Məxrəcdə x üstü 4. Biraz da sadələşdirsək olur. X kvadratı bölü x üstü 4. Buradan da x-ə mənfi 1 qoysaq. 2 vur mənfi 1. Çıxaq mənfi 1'in kvadratı. Mənfi 1'in üstü 4. O da mənfi 2 çıxaq 1 böl 1. Mənfi 3 böl 1. Cevap oldu mənfi 3. B variantı. 57 də yenə oxşar sualdır. Birbaşa da yaza bilərsiniz. Yəni problem deyil. İndi yazaq. Sürətin törəməsi vuraq məxrəc, çıxaq. Məxrəcin törəməsi vuraq sürət, bölək məxrəcin kvadrat. Bu da x-in törəməsi 1, 2x-in törəməsi, x kvadratın törəməsi 2x. Minus, bu da oldu 3x kvadratı, x plus x kvadratı. X üstü 6. Sadələşdirib də yerinə 1 yaza bilərsiniz. Birbaşa da yerinə 1 yaza bilərsiniz. 1 üstə gəl 2, 1. Çıxaq 3 vuraq. 1 üstə gəl 1. O da 1'in qüvvəti nə olur olsun da 1'dir də. 3 vur 1. Buradan da 3 vur 2. Böl 1. 3 çıx 6. Cavab oldu mənfi 3. C variantı. Sonra 57'den sonra baxaq görək 58'də nə deyir? Aha. 58. Yenə y bərabərdir. 3x vuraq. Burada hasilin törəməsini tapacaq. 1 çıx x kvadratı minus 3. Yazırıq nə? 3x'in törəməsi vuraq 1 minus x kvadratı. Üstə gələk. 3x'in özü 1 minus x kvadratın törəməsi. Çıxaq 3'ün törəməsi. Yəni 0. Buradan da alınır. 3x'in törəməsi 3. Kök altında 1 minus x kvadratı. 3x vuraq. Kök altında 1 minus x kvadratını yazırıq. 1 bölək 2 vuraq. Kök altında 1 minus x kvadratı. Vuraq 1 minus x kvadratının törəməsi. Niyə belə yazdıq? Buna kökdə x kimi baxdım. Kökdə x'in törəməsi 1 böl 2 kökdə x'dir. Mürəkkəbdir deyə 1 çıxaq x'in kvadratından bir də törəmə tapırıq. 3'ün törəməsi də 0'dır. Bu oldu 3 vuraq kök altında 1 minus x kvadratı. Üstə gələk. 3x'i sürətə yazdıq.
2 kök altında 1 minus x kvadratı. Vuraq. Bunu birbaşa sürətə yazıram. 1'in törəməsi 0, x kvadratın törəməsi 2x. Bərabərdir. Deməli, burada necə olacaq? Bu 3 vuraq kök altında 1 minus x kvadratı qalsın. Burada mənfi 2x ilə 3x olur, mənfi 6x kvadratı. Bunu da qarşıya mənfi yazıram, 6x kvadratı. 2 kök altında 1 minus x kvadratı. Elə 6 ilə 2x gedir, burada 3 qalır. Burada indi ortaq məxrəc edəcəm. Kök altında 1 çıxa x kvadratını ortaq məxrəc götürüb çarpaz vuranda olur 3 vuraq 1 minus x kvadratının kvadratı. Minus 3x kvadratı. O da oldu kök altında 1 minus x kvadratı. Kvadrat kökü atır. Burada qalır nə? 3 vuraq 1 minus x kvadratı. Minus 3x kvadratı. Buradan da 3 çıxaq 3x kvadratı minus 3x kvadratı. Kök altında 1 minus x kvadratı. O da oldu 3 çıxaq 6x kvadratı. Kök altında 1 minus x kvadratı. O da elə cavab var. Bəli var. D variantı. 59-cu sual. Deməli, fx bərabərdir. Kök altında 3. Sinus 2x'in törəməsi 2 vur kosinus 2x. Çıxaq kosinus 2x'in törəməsi mənfi 2 vur sinus 2x. Buradan da alınır nə? 2 kök altında 3x kosinus 2x üstə gələk 2 vuraq sinus 2x. Bizə deyir ki, funksiyanın törəməsinin ən kiçik qiymətini tapın. Biz bilirik ki, a vuraq sinus x üstə gələk b vuraq kosinus x. Bunun ən böyük ən kiçik qiymətini tapmaq üçün kök altında a kvadrat üstə gəl b kvadrat üstündən istifadə edirik. Onda bizim ifadənin ən böyük ən kiçik qiymətini tapmaq üçün olur kök altında 2 kökdə 3'ün kvadratı üstə gəl 2'nin kvadratı. O da oldu nə? 4 vur 3 üstə gəl 4. Oradan da alındı plus minus kök altında 16. O da oldu müsbət mənfi 4. Deməli bu ifadənin ən böyük qiyməti 4. Ən kiçik qiyməti mənfi 4'dür. Bizdən ən kiçiyi soruşur Y variantı. 60. Fx bərabərdir. 4'də 1 vur. X kvadrat üstə gəl 6x'in kvadratı. İndi bizə deyir törəməsini tap, yerinə 1 yaz. Biz bu ümumi mötərizə 1x kimi baxsaq, olur 4'də 1 vuraq x kvadratın törəməsi 2x'dir. Bu da olur 2 vuraq x kvadrat üstə gəl 6x. Vuraq, bir də mürəkkəbdir deyə mötərizənin içərisinin törəməsi 6x. Bunlar ixtisar getdi 2. Qaldı 2'də 1 x kvadratı plus 6x. Niyə bunun qüvvətini yazmadıq? Çünki 2 qarşıya keçəndə 2'dən 1 çıxanda qüvvətinə 1 qaldı. X kvadratın törəməsi 2x plus 6. İndi x-a biz qiymət 1 qoyuruq. 2'də 1 vuraq. 1 üstə gəl 6. 2 üstə gəl 6. O da 2'də 1 vur. 7 vur 8. Bu da getdi 4. 7 4 dəfə 8'in 24 vuraq 7'in 28. C variantı.